Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Xəbəriniz var, nələr baş verir? Azərbaycanın bütün psixoloqları hücum çəkib mənə. And olsun Allaha ki, yəni sən niyə belə şeylər eləyirsən? Mən axı seans vermirəm, mən opşu aylığı deyirəm, ucuz sizin büdcəvizə uyğun olsun deyə. Hər kəs bundan faydalansın. Paketlərimiz var, cürbəcür paketlərdir. Və işləyirik ki, millət sağalsın. Anlatabildim mi? Yəni, xəstələr büdcəsinə uyğun olsun. O zaman mən özüm də o qədər əziyyətlər çəkirdim. Mən burada yox idi psixoloq zad, belə şeylər yox idi, psixoterapevt. Birincisi, yadınızda saxlayın. Psixoloq nevrozları sağalmır. Sağaldan psixoterapevtdir. Hansı psixoloq ki, deyir ki, ay, dərman mümkün deyil filan nəmlə. Elə bir nevrozlar var ki, dərmanlar niyabxadim olur. Psixoloqlar onu müalicə eləyə bilmir deyə başları, yəni onların şeyi deyil, səlahiyyəti çatmır dərman yazmağa və uzun vaxtlar götürürlər bu xəstəni işləməyə və sonda da nəticə olmur. Anlatabildim mi? Çünki başda neyromediatorlar, neyronlar hamısı disbalans olanda mütləqdir ki, elə xəstələr var ki, qavrama funksiyası dayanır. Anlatabildim mi? Yəni, insan bir ildir depressiyadadır, bir il stressdədir, bir ildir bu obsessiv xəstədir. Bunun qavrama funksiyası belə. Artıq neyronlar geriliyir. Anlatabildim mi? Disbalans yaranır neyromediatorların içində. İndi bunu həkimlər bilirlər, psixoterapevtlər. Psixoloqların bundan başı çıxmır. Deməli, o zaman söhbət eləmək psixoterapiyanın heç bir gücü çatmır. Yəni, psixoloqlar psixoterapiyanı keçə bilmirlər. İndi yanaşı öyrənirlər bəlkə haradasa, amma keçmək ixtidarında deyirlər. Onlar ancaq söhbət eləyirlər. Psixoloqlar ancaq sağlam insanlarla işləyə bilirlər. İndi məişət problemləri, sosial problemləri olanda, maddi cəhətdən, yəni sıxıntılar olanda, nəsə də belə bir borc xərc olanda, nəsə olanda, insan sıxılanda psixoloqlar söhbətlə işləyə bilirlər. Amma sxem var, texnikalar var. Bu ancaq psixoterapiyanın sahəsidir və onlar işləyə bilir. Lazım olanda da preparatlar, dərmanlardan istifadə olunur. Anlatabildim mi? Yəni, elə xəstələr var ki, həqiqətən, hamısı panik atak deyil. Bunlar yapışıblar elə panik atakdan. Panik atakı mən ümumiyyətlə xəstəliyi saymıram. Ağır depressiv hallar var, ağır məsələn nevrozlar var. Nevroz var, heç ayağa dura bilmir. Anlatabildim mi? Yəni, bu nevrozu da elə belə bilmək lazım deyil. Bu psixoloqların dediyi kimi deyil. Yəni, özünüz eləməlisiniz bunu. Mümkün deyil bu. Mümkün deyil. Orada müdaxilə lazımdır artıq. Sxemlər var, ABT sxemi var. Albertin sxemidir. Hansı ki, kognitiv terapiyanı yaradıb. Biz o kursları keçirik. Biz o yöntəmdə işləyirik. Və o sxemlərlə işlənməlidir. Xəstə çıxmalıdır. Parajenədən bunlar elə bilir ki, söhbətlə nevrozu. Nevroz var ki, and olsun Allaha, psixoloqu susuz aparıb susuz gətirər. O vaxt mənlə hələm psixoloqlar işləyə bilmirdi. Çünki mən o psixoloqdan çox yaxşı bilirəm. O zaman. Sonra getdim, mən bu sahəni oxudum. Sözün açığı mən evləndim Rusiyada. Elə bu xəstəliyin ucbatı mənim psixoloqum, psixoterapevtim, rus qadını idi. Və onunla da evləndim, onunla yaşadım, ailə, uşaq filan bəs məkan. Və o məni yönəltdi. Həm həvəsim var idi, həm də xəstə idim, həm də ki, oxumaq lazım idi. Yəni, oxudum, çalışdım. Cavan idim, cavan uşaq idim. Və belə, anlatabildim mi? Yəni, bunlar elə şey, nevrozu heç kəs başa düşmür. Baxın, evdə 100% bilirəm ki, sizin hər kəsinizə, hər birinizə evdə deyirlər ki, qorxma, əşki, sən özün eləyirsən. Sən samavunuşat eləyirsən, beləsən, çıx fikirvi dağıt, çıx nəm belə elə, nəm belə şeylər deyirlər. Düzdür, vapşa qız, o yanlış bir şeydir. Xəstəyə elə şeylər demək olmaz. Sən güclüsən, sən bunu bacararsan, bu qızıq verir. Qızıq verir. Yəni bu xəstələrə elə olmaz. Xəstələr emosional xəstələr, düzdürmü?
Ona deyəndə ki, sən güclüsən, sən çıxacaqsan, o özünü biraz da toparlayır, istəyir güclü kimi görsətsin. Emosiyalarına qapanır, tamam mı? İstəyir güclü kimi görsətsin özünü hər kəsə. O da yanlışdır, olmaz belə. Nevroz təmiz olduğu kimi olmalıdır. Emosiyalara qapanmamalıdır, anlatabildim mi? Yəni, biraz dərin məsələdir bu, elə salam verək. Uşaqlığın necə oldu, nətər olmuşdu, sən incidməyib valideynlər filan, belə olmur. Bu nevroza o kar eləmir. Tamam mı? Nevroz artıq ayrıca xəstəlik sayılır. Yəni, dünya tipində onu ayrıca xəstəlik kimi sayırlar. Patoloji olmadığına görə. Əvvəl amma ümumiyyətlə xəstəlik sayırlar. Sonra psixoloji olduğuna görə onu ayrıca xəstəlik sayırlar. Mənim əzizlərim. Bunu bilməyiniz çox vacibdir. Gərək biləsiz belə şeyləri. Müraciət eləyəndə biləsiz ki, belə-belədir. Belə, nə sualınız olsa komentariyalarda yazın, gözləyirəm. Hər kəsə də cavab verirəm. 24 saatda WhatsApp-ım sizin üçün açıqdır. Sağ olun, sağlıqla qalın.